Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayel ilə görüşüb. Bölgə TV xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb. Məlumata görə tərəflər ötən il ərzində iki tərəfli əməkdaşlığın yekunları nəzərdən keçirib və yaxın perspektivi üçün planları müzakirə ediblər. Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını, əməkdaşlığın intensivliyini mühüm göstəricisi kimi qeyd edib. Son 3 il ərzində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana 6 dəfə səfər edib. Prezident İlham Əliyev isə Qazaxıstanda 5 dəfə səfərdə olub. Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi bəyannamə imzalanıb. Qazaxıstanda sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan-Ermənistan danışıqları üçün platforma təqdim edib. Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər. 2025-ci ilin əhəmiyyətli hissələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tam hüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5+ ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib. Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zərurliyini, nəqliyyat, logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsini vacibliyini vurğulayıblar. Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib. Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturasının formalaşdırılmasına birgə fəal iştirak etməsi qeyd olunub. Rəna Rövşənqızı, Bölgə TV.